sarışınım, sarışınım. Aradığım her şey onda. Sarışınım, sarışınım. Gözleri deniz mavisi, saçları altın sarısı. Sanki güneşin yarısı. Sarışınım, sarışınım. Ay ne gözəl mahnıyla günümüzə başladıq. Axşamınız xeyir olsun əziz və dəyərli televiziya tamaşaçılarımız. Hər birinizi xoş gördük. Bu özəl gündə, gözəl gündə bilirəm ki, hər kəs bizi gözləyir. Çünki artıq deməli saat 7-dir. Saat 7-də nə edirlər? Bizim dəyərli izləyicilərimiz Doğma kanalımızdan Nəğməli Dünyanı səbirsizliklə gözləyirlər. Çünki bu əziz gündə, yəni Ramazan ayının son günlərini yaşayırıq və dualarımızı Allah qəbul eləsin, Allah orucunuzu qəbul etsin, Allah bütün xəstələrimizə şəfa versin. Əzizlərimizi, doğmalarımızı ziyarət edək bu əziz gündə, onların qəlbini sevindirək. İnanın ki, həyatda ən böyük savab iş görmüş olarıq. İnsanları həmişə sevindirin əzizlərimiz. Baxmayın ki, bugün bayramdır, hansısa bir özəl gündür. Həyatda ən gözəl şeydir yaxşılıq etmək. Və hər yaxşılıq edən insana da Allah nur verir. Ona görə də nurunuz əski olmasın. İndi çoxlarımız işdən gəlmişik, bir yaxşı süfrə açıblar, iftar süfrəniz. Allah qəbul eləsin, bir daha söyləyirəm. Və sevə-sevə bizi izləyirlər. Bir daha deyirəm, bugün çox gözəl qonaqlarımız olacaq, musiqilərimiz olacaq. Sevə-sevə bizi izləyin, kanalı heç bir yerə dəyişmirsiniz. Çünki gözəl ifalar eşidəcəyik sizinlə bərabər. Burada gözəl tamaşaçılarımız da var. İşdən gəlib məni sevən tamaşaçılarımız. Xoş gördük. Bir özümüzü alqışlayaq. Deyirəm, həftə sonu gələndə hamınız tələsirsiniz ki, gedək Nəğməli Dünyaya, hə? Sən haradasan, çoxdadır səni görmürəm. Dostum, mənə elə baxma. Telefonu götürüb getdin, o gedən getdi. Allah var eləsin, Allah yüzümüzdə həmişə təbəssüm eləsin. Və bilsin necə, canı sağlam olsun. İnsanın canı sağlam olanda musiqini də zövqlə dinləyir. Əsas can sağlığıdır. Əzizlərimiz, əlbəttə ki, bugün də musiqili qonaqlarımız var burada. Və çox sevdiyim, çox dəyər verdiyim gözəl bir xanımımız var. Bugün studiyamızda olacaq. Onun gözəl ifalarını eşidəcəyik. Sizli, bizli. Həm xanəndədir, həm gözəl xanımdır. Sevilən xanım, sevilən müğənnimiz gəlir bura studiyamıza. Esmira Şamaxılı, özü də Şamaxıdan gəlib. Bir alqışlar istəyirəm. Xoş gəlmişsiniz. Güllərim
silməyək, silmə. Hara silirsən? Çox sağ olun. Xoş gördük, axşamınız Sağ xeyir olun, olsun. təşəkkürümü Necəsiz? bildirirəm. Xurama xanım, sizi sevə-sevə izləyirəm. Allah sizə can sağlığı versin, dəvətiniz üçün minnətdaram sizə. Sevməsən, gəlməzsən ki. Bəli, sizi O çox sevgi sevirəm. olan yerdə hər Sizin şey olur. verilişiniz, sizin vurğunuyam. Ay, nə gözəl. Bir alqışlar. Sağ olun. Mən də ki, hörmət tamaşaçılar da bilir ki, mən tərif eşitdim, mən olmuram da. Ölürəm tərif üçün. Sevirik. Sevməsəm Şamaxıdan bura gəlmərəm. Ay can, çox sağ ol. Gözəl ifana görə mən də sənə təşəkkür edirəm. Hər zaman da Bəli, yanındayım. Xurama xanım, bu mahnının sözlərini qoyduğumda əziyyət Fərq olub. etdi. Mənim dəyərli dostum Sərvan Rəvana aiddir. Musiqisi isə Şəhriyar İxtiyaroguna aiddir. Nə gözəl, uğurlar arzu Allah can edirəm. sağlığı versin. Bizim ilk görüşümüzdür. İnanıram ki, davamlı İnşallah, olacaq. inşallah, Gözəl və inşallah. davamlı. Bir Çox sağ alqışlar, olun, gözəl ifana görə təşəkkür Sağ olun, edirəm. sağ olun. Buyur əyləş, buyur əyləş. Hə, yeri gəlmişkən hörmət tamaşaçılar, onu da nəzərinizə çatdırım ki, SMS nömrəmiz aktivdir. Yaza bilərsiniz, təbrikləriniz varsa yazın. Hamısını bir-bir səsləndirəcəm. Bir zəng vurmayın, yalnız mesaj yazın. Mesajı dastan yazmayın, qısaca yazın, hamısını oxuyub çatdıra biləcəm. Amma bilirəm ki, hamı səbirsizliklə məni gözləyir ki, SMS-ləri oxuyum. Hə, birazdan oxuyacağım. İndi isə növbəti bizim burada studiyamızda qonağımız var ki, hansı ki, onun da gözəl ifalarını eşidəcəyik və yeri gəlmişkən onu da deyim ki, qonağımız Cəlilabaddan gəlib. Görürsünüz də, hamısı bütün rayonlardan bizi o qədər sevirlər ki, elə bugünkü qonaqlarımız hamısı rayondan gəlib, o birisi də Laçından gəlib. Bəh, bəh, bəh. Nə gözəl, nə xoş bizə. Şükür bu günümüzə. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Bu sevinci bizə yaşadıb ki, hər yerdən bizi sevə-sevə izləyirlər. Və növbəti qonağımız isə gözəl ifaçıdır və ilk dəfədir bizim efirimizdədir. Ümumiyyətlə, bu sənətə haradasa bir dediyinə görə bir 6 ildir bu sənətlə məşğuldur. Yəni, musiqi ilə, amma deməli, onun dəstək olan insanların sayəsində bugün efirə gəlib ki, gözəl ifalarını eşidək. Əli bəy, buyur, xoş gəlmişsiniz. Özü də əli boş gəlməyib. Bax, hədiyyə də göz yerində. Xoş gəlmişsiniz. Səni sevdim bir tək Ürəyimdə yanan tək ulduz sən Gecələrdə adımı çək Yuxularımda gəzən arzum sən Bir baxışın yetər mənə Dünya dönər bir an içimdə Səssiz desəm də hər kəsə Sevgi var mənim bu ürəyimdə Səni sevdim bir tək Ürəyimdə yanan tək ulduz sən Gecələrdə adımı çək Yuxularımda gəzən arzum sən Səni sevdim bir tək Ürəyimdə yanan tək ulduz sən Gecələrdə adımı çək Yuxularımda gəzən arzum sən Baxışın yetər mənə Dünya dönər bir an içimdə Səssiz desəm də hər kəsə Sevgi var mənim bu ürəyimdə Səni sevdim bir tək Ürəyimdə yanan tək ulduz sən Gecələrdə adımı çək Yuxularımda gəzən arzum sən Səni sevdim bir tək Başqa yolum yoxdur gəl mənə can Adın düşməz dilimdən an Sənlə döyünər bu qəlbim can Təşəkkürlər.
doğma kanalımız Dünya TV-dən məni izləyən hər kəsi salamlayıram və dediyiniz kimi ilk efrimdir. Davamlı olsun. Amin. Reytingləri qıran bir kanal. Hər zaman izlədiyimiz, sevdiyimiz Dünya TV və sevimli afarzımız Xuraman xanımın efirindən bir alqış istəyirəm. Zəhmət olmasa biz təşəkkür edirik və bu musiqinin gözəl musiqinin istəyirəm bəstəkarını və söz yazarını icazənizlə qeyd edeyim. Doktor Elçin Rəhimli çox gözəl həkim olmaqla bərabər bu musiqinin həm bəstəkarı, həm söz yazarıdır və Bakoya da zəhmət olmasa bir alqış gəlsin. Arxa səsdə Bakonun gözəl səs tonu gedir. Hər yerdə vardı o. Təbii. Çox istedadlı insandır. Bəli, Sevirik. doğrudan da çox istedadlıdır. Minnətdaram. Dəvətinizə görə minnətdaram. Mən də sizə Musiqini uğurlar arzu eşitmisiniz, diqqət alıb dəvət eləmisiniz. Təşəkkür Var edirəm, olun, çox sağ var ol. olun. Əlbəttə biz öncə musiqini dinləyirik, tək mən yox da musiqi departamenti əvvəlcə musiqiləri dinləyir, əgər efirə uyğundursa dəvət edirik. Çox sağ olun, təşəkkür edirəm. Siz sağ olun. Buyurun, Var olun. əyləşin o gözəl yerimizdə. Əzizlərimiz, demək nə edirik? Nə edirik bu əziz gündə? Əziz gündə Ramazan günüdür, bəli, Ramazan bayramıdır. Bilirəm ki, çoxlarımız indi hal-hazırda süfrə başında bizi izləyirlər. Və hal-hazırda Ağdaşdan bizi izləyən dəyərlimiz Dilquşə xanım. Bəh, nə gözəl xanım. Bilirsiniz də, mən 8 mart günü Ağdaşa getmişdim, Ləki kəndinə. Nə gözəl, kənd deməzdim, şəhər də elə. O qədər gözəldir, o qədər gözəl qarşıladılar məni. Bax, efir vasitəsilə təşəkkür edirəm. Yaqıb, sən də Ağdaşdansa, bilmirdim. Deməli, axşamınız xeyir olsun Xuraman xanım, sizi salamlayırıq. Hülya və Səkinənin bugün doğum günüdür, onu ürəkdən təbrik edirəm. O gözəl bağlarımıza can sağlığı arzu edirəm, uzun ömür arzu edirəm, xoşbəxt olsunlar. Toylarında da mən gəlim, aparıcılıq edeyim, inşallah. Dilquşa xanım, o qədər gözəl insansınız, o qədər gözəl qarşıladınız məni və mən sizə təşəkkürümü bildirirəm. Deməli, Vəfa xanım salamlayır bizi, Vəfa müəllimə. Hal-hazırda Ağdaşdan, Ləkidən bizi izləyirlər. Vəfa müəllimə, sizi çox sevirəm. Allah sizi var eləsin. Və o qədər mənim üçün əzizsiniz, o qədər mənim üçün doğmasınız ki, və elə Allah həmişə də bizim mehribanlığımızı davamlı eləsin. Yusuf müəllimi salamlayıram, Vəfa müəlliməni salamlayıram efir vasitəsilə və birazdan digər SMS-lərimizi oxuyacağım. Amma indi isə növbəti musiqili qonağımıza sözü vermək istəyirəm. Çünki bugün təbii ki, bilirəm ki, hər kəs iftar süfrəsində əyləşib, bizim bu doğma kanalımızda yayımlanan Nəğməli Dünya verilişini səbirsizlə gözləyirlər ki, görəsən kimlər olacaq, kimlər oxuyacaq. İndi isə mən sevə-sevə dəvət edirəm Laçından gələn, Laçından gəldə, doğmamız, əzizimiz, əmoğlum, həm bəstəkardır, həm gözəl musiqilərin müəllifidir. Hər zaman ümumiyyətlə, demək, TikTok səhifəsində birincilərdəndir, gözəl ifalarına görə və bəzən də baxıram ki, tanınmış məşhur ifaçılarla bərabər bir duet hazırlayır, onu da TikTok səhifəsində paylayır və baxıram, deyirəm, əhsən sənə, yəni bacarıqlı oğlandır, istedadlıdır və onu da dəvət edirəm studiyamıza alqışlarınızla. Bako gəlir, xoş gəlib, səfa gətirib. Axşamın xeyir olsun. Bir salamlayaq biz izləyənləri. Yaşın bir yerden sildi. Mən ona qonaqdım tək bizə gül. O məni tərk edib getdi ömürlü. Ay eller qaytarın gedən kərvanı. O məni tərk edib getdi ömürlü. Qaytarın gedən kərvanı. O məni tərk edib getdi ömür.
kervanı. Ömrümdə sevinib gülməmişəm mən. El açıb qapına gəlməmişəm mən. Belə qəfil gediş görməmişəm mən. Ay əllər qaytarın gedən kervanı. Belə qəfil gediş görməmişəm mən. Ay əllər qaytarın gedən kervanı. O yar məni atıb getməməliydi. Ay əllər qaytarın gedən kervanı. O yar məni atıb getməməliydi. Ay əllər qaytarın gedən kervanı. Çox gözəl ifa. Elə minnətdaram dəvətinizə görə. Nə gözəl sözləri var. Elmira xanım yazıb sözlərini. Gedən Musiqisi kərvanı geri mənimdir. qaytarmaq olmaz. Çox mənalı, çox məntiqli sözləri var həqiqətən. Təşəkkür edirəm dəvətiniz üçün. Qonaqlarımızı da salamlayıram. İnşallah yaxşı efir keçər. Baku, bayaqdan dil ötürdün. Aa, nə oldu indi belə həyəcanlı oldu? Həyəcanlı deyirəm. Yaxşısan? Bəli, əlbəttə ki. Boynumu alırsan Bəli, həyəcanlı bəli, deyirsən. bəli. Dəqiq olsun. Bəli. Buyur əyləş. Bir alqışlarla həyəcanlı deyiləm oğlu. Gözəl. İndi isə əzizlərimiz bir SMS var. Onu oxuyun və növbəti qonağımızı dəvət edəcəm studiyamıza. Bugün doğum günü olanları da ürəkdən təbrik edirəm. Sizə can sağlığı əzizlərimiz arzu edirəm. Və arzu edirəm ki, ürəyinizdə nə qədər arzular ki var, onları həyata keçsin. Çünki birisi necədir, hər bir insan deyir, bir arzum həyata keçir, deyirəm, ay Allah, kaş o bir arzumu da həyata keçirə bilsəydim, kaş ki. Və deyə bir də görsən ki, bütün ürəyində nə qədər arzu varmış. Ona görə də mən bax bu Ramazan ayında hər kəsə can sağlığı arzu edirəm. Ağdaşdan Ləki kəndindən bizi salamlayırlar. Nə gözəl. Mən Səbuhə xanım, Nahidə xanım bizi izləyir. Mənim üçün əziz olan doğmalarımdır. Aytən xanım salamlayıram. Aysel xanım bizi izləyir. Sündüz nənə izləyir. Ay, nə gözəl. Bir gözəl nənəm var. Deyirəm, ay nənə. O hədiyyəni elə belə hər gün baxıram, deyirəm, mənim nə gözəl nənəm hədiyyə verir. Bir alqışlar gəlsin Sündüz nənəmə. Sündüz nənə, Allah səni var eləsin. Nə gözəl də adı var, Sündüz nənəm. Allah sizə can sağlığı versin. Və Dilquşa anamız izləyir, Rəsmiyə xanım bizi izləyir. Salamlayıram, hər birinizə Allahdan can sağlığı arzu edirəm. Vəfa müəllimə və Yusif müəllim, deməli, Ləkidən, Ağdaşın Ləki kəndindən bizi izləyirlər. Daha sonra salamlayırıq, axşamınız xeyir olsun. Əli Əliyev haqqında fikir bildirmək istəyirik. Biz o an sinifində sevimli biologiya müəllimimiz Əli müəllimi dəstəkləyirik və ona uğurlar arzu edirik. Çox sağ olun, təşəkkür edirəm. Salyandan yazıblar, salam deyim. Salyana salam deyim. Hər yerə salam deyirəm. Vüsal bizi izləyir, Şamaxılı. Salam, axşamınız xeyir olsun, qonaqlarınızı salamlayıram. Xüsusilə Esmira xanımı salamlayıram. Çox sağ olun, təşəkkür edirəm. Vüsal özü də çox gözəl ifaçımızdır, çox gözəl xanəndədir. Onun gözəl səsi var, efir vasitəsilə salamlayıram. Salam Əli bəy, Bakonu salamlayırlar. Nə gözəl, Rizvan salamlayır. Bu təbriki deyim, sonra yadımdan çıxar, dünəndən yazıb. Salam deyərsiniz, bugün Zəhranın 9 yaşı tamam olur.
Təxminə xanım 31 yaşın mübarək. 9 yaşın mübarək və Təxminə xanımın da 31 yaşı tamam olur. İkisinin də ad günüdür. Rizvan müəllim də çox gözəl ifaçıdır. Onun vasitəsilə təbrik edirəm. SMS-lərimizi birazdan səsləndirəcəm. İndi isə sözü veririk saza. Sazlı, sözlü gündə. Deməli, Novruz gəlir, yaz gəlir, elimizə, obamıza gözəl günlər gəlir. Deməli, təbiətin oyandığı, günəşin qızındığı gözəl bir dövrə gəlir, vaxta gəlir, təbiət oyanır, insanların ruhu təzələnir, əhvalımız gözəlləşir, hər şeyi təzə istəyirik. İndi isə gözəl bizim saz ifaçımız, gözəl insan gəlir, onun ifalarını eşidəcək. Rövşən müəllim gəlsin, alqışlarınızla xoş gəlib, səfa gətirib. deyirəm bahar olmur, gərək saz olsun, gözəl sözlər olsun. Axşamınız xeyir olsun Furaxan xanım, çox sağ olun, təşəkkür edirəm. Mən Tovuzdan gəlmişəm, elə o sazın, sözün beşiği Tovuz rayonundan gəlmişəm və ekran qarşısında bizləri izləyən tamaşaçılarımızı salamlayıram, hər kəsin bayramı mübarək olsun deyirəm. Gözəl bayrama qarışıb həm Ramazan bayramımızdır, həm Novruz bayramımız gəlir. Hər kəsin bayramı mübarək olsun. Sizlərə təşəkkür edirəm ki, belə bir gözəl, sevimli bir verilişə bizləri dəvət eləmişsiniz. Var olasınız. Təşəkkür edirəm, çox sağ olun. Buyurun, əyləşin, əyləşin. Bəli, deməli, Tovuzdan gəlib qonağımız Cəllabaddan, Laçından, Şamaxıdan. Bir Ağdaşdan gəlməyib. Ağdaşdan tamaşaçılarımız yaman çox yazır. Allah hər birinizi qorusun. Deməli, neyinirik? SMS-lərimiz çoxdur. Əli bəy sizi salamlayırlar. Bakoya salamlar. Xurama xanım çox sağ olun. Bugünkü qonaqlara görə davamlı olsun, zövq aldıq.
gözəl hədiyyələrə görə mən təşəkkür edirəm. Hal-hazırda studiyamıza hədiyyə göndərib bir gözəl xanımız Ruhani xanımdan Xuraman xanıma hədiyyə. Çox sağ ol Ruhani xanım. O qədər gözəl hədiyyədir, o qədər bəyəndim. Yəni kreativ bir hədiyyədir. Öz üstündə də adını yazıb verilişimizin Nəğməli Dünya. Belə gözəl hədiyyələrdən əgər siz də istəyirsinizsə, mən elə buradan nömrə yazıb 055 970 32-97 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ruhani xanım, mən efir vasitəsilə sizə təşəkkürümü bildirirəm və növbəti bir hədiyyələr gətirir. Nə gözəl hədiyyələrdir, nə gözəl. Hədiyyəni sevməyəmə bir alqışlar gəlsin bu gözəl hədiyyəyə görə. Gətir də, sən də çox uzağa düşdü. Nə gözəl hədiyyədir. Baxın, bu əl işləridir. Səfiyyə xanım göndərib mənim üçün, sağ olsun. Belə gözəl hədiyyəyə görə. Bax, bu da güldüm. Bax, indi bayram günüdür, əziz gündür. Doğmalarınızın evinə getmək istəyirsiniz, sevindirmək istəyirsiniz. Nə edirsiniz? Bax, belə hədiyyələrdən sifariş edə bilərsiniz və mən təşəkkür edirəm Səfiyyə xanıma. SS, yəni TikTok səhifəsinə girirsiniz. SS, Gitbox yazırsınız, Sumqayıt. Nömrəsini də deyirəm 077 428 02 62 64 nömrəsi ilə əlaqə saxlayın. Bir daha söyləyirəm nömrəsini. İçərisində də özə konfet də var. Bəh, sağ olsun. Çox gözəl hazırlayıb güllərlə. Baxın, görün, nə gözəl hazırlayıb, nə gözəl əl işidir. Bax, belə hazırlayıb. Çox sağ olsun Səfiyyə xanım. Təşəkkür edirəm. Çox gözəldir, çox gözəl. Səfiyyə xanım, təşəkkür. Bax, özəl gündür, bayram gündür. Siz də sifariş edin, bax, belə gözəl hədiyyələrdən sizin üçün də gətirsinlər. Mən efir vasitəsilə təşəkkür edirəm. Çox gözəldir, minnətdarlığımı bildirirəm. Bayramda da siz də sifariş edin. Əziyyət çəkib hazırlayıb. Bir daha nömrəsini deyirəm, 077 428 02 64 nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Bax, belə gözəl hədiyyələrimizi yığaq stolumuzun üstünə. Hələ birazdan növbəti bir hədiyyə də gəlir. Qoy gəlsin. Hədiyyəni sevməyən insan yoxdur. Əsas odur ki, hədiyyəmiz bol olsun. Çünki bayramdır. Xanımlarımızı, bəylərimizi də sevindirək. Nənələrimizi, babalarımızı, əzizlərimizi bu əziz gündə sevindirmək lazımdır. İndi isə mən studiyamıza dəvət etdiyimiz qonaqlarımızla istərdim biraz söhbət edək. Yeri gəlmişkən, mən bir şey eşitdim, çox kövrəldim. Əslində, hamı bilir ki, mən çox kövrək və həssas insanam. Və bizim gözəl xanımımız, Esmira xanım Şamaxıdan gələn bizim dəyərli xanəndəmiz, gözəl ifaçımız, səsi ilə qəlbləri riqqətə gətirən gözəl səs sahibi Esmira xanım Şamaxılı. Deməli, 10 ildir gözəl ailəsi var. Efir vasitəsilə mən onun ailəsindən də ona dəstək olduğu üçün təşəkkürümü bildirəm. Xalan oğlu da ağa. Xalası oğlu ağanın da bax bu efir vasitəsilə təşəkkür edirəm ki, ona çox dəstəkdir. Amma demək, evladı yoxdur. Evlad əlbəttə ki, hamı istəyir ki, evində bir körpə səsi olsun, körpə nəfəsi olsun. Deyir, qadın zirvəsi əbədidir, fəth olunmazdır. Amma bu zirvəni ucaldan, bu zirvəni daha da əzəmətli edən Ulu Tanrının hər bir qadını bəxş etdiyi bir ənam var. Yəni, evlad dünyaya gətirmək qabiliyyəti. O böyük bir sevincdir, o böyük bir xoşbəxtlikdir. Mən bu Ramazan ayında, bu gözəl ayın qüdrətindən dualar edirəm. Mən inanıram ki, hər kəs dua edəcək ki, bu gözəl xanımın da inşallah növbəti Ramazana qədər bir gözəl evlad payı olsun və biz də efir vasitəsinin göz aydınlığı deyək. Aman xanım, Allah sizə can sağlığı versin. Eləcə də mən buradan anamı salamlayıram. Anamın Nədir əllərindən mamanın öpürəm. adı? Rübabə xanım. Rübabə xanımı salamlayıram efir salamlayıram, vasitəsilə. efir bağrıma basıram və Vüsal qardaşıma da təşəkkürümü bildirirəm salamına görə və eləcə də məni əmim oğlu Ramin izləyir. Buradan salamlayıram. Eşq olsun Şirvanımıza, Şamaxımıza, bütün Quba əhlini salamlayıram. Allah sizləri var eləsin. Çox gözəl. Biz də sizin əzlərinizi, doğmalarınızı salamlayırıq. Hər birinə uzun ömür, can sağlığı arzu edirəm. Bako, sənə belə bir sualım var. Ümumiyyətlə, baxıram, indi düzdür, indi bəzilərinə, çoxlarından fərqli. İndi hamı müğənni olmaq istəyir, özünüz də görürsünüz. Səsi oldu, olmadı. İndi süni intellektlə bir səslüzə oxuyurlar. Amma sizin səs yazma studiyanız da var. İndi bu yaxınlarda mən də mahnı yazdıracağım, onu söz vermişəm. İndi mənə baxmadım, mən musiqi təhsilim var, özüm musiqiçi ailəsində dünya göz açmışam. Amma bəzilərinə baxıram, deyirəm ki, mahnı oxuyurlar. Amma sənə baxıram, görürəm, doğrudan da sənin səsin, istedadın var. Minnətdaram. Bəli, bilirsiniz, indi də ki, son zamanlarda səsi olmayanlar ən çox öndədir. Düzdür, uğurlu işlərimiz var, uğurlu nailiyyətlərimiz var. Ən əsası buradan izləyicilərimi salamlayıram. Sağ olsunlar ki, mənə dəyər verirlər, izləyirlər. Videolarıma çoxlu sayda izləmələr gəlir. Təşəkkür edirəm hər birisinə ki, məni izləyirlər, dinləyirlər. Siz də çox sağ olun ki,
Bunu görüb məni verilişə dəvət eləmisiniz. Bax, o sənə bir sual verim. Çünki özündə mahnı yazırsan. Mahnılar sizi tapır, yoxsa siz mahnıları? Bəstələdiyimizə görə deyirəm. Belə deyim də, əslində mən mahnıları tapıram. Çünki axtarıram, araşdırıram, öz üzərimdə çalışıram və yaradıram. Son zamanlarda da ki, suni intellektlə olan aranjmanlar... Onsuz da bilinir də o. Nə qədər olmasa da bilinir. Yəni, amma iş ortaya qoyuruq da. İnşallah gələcəkdə daha da möhtəşəm işlər olacaq Allahın izni ilə. Nə gözəl. Mahnı yazarkən ilk dinlədiyi kim olur? Doğmaların, dostların, ailən, yoxsa telefonun diktafonu? İlk Telefonun diktafonu hansı? yox, çox zaman studiyada mahnı hazırlayıram. Studiyada mənim köməkçim var, Zərifə xanım. Salamlayırıq Zərifə xanımı. Zərifə xanım ilk gözəl dinləyir və o rəy bildirir ki, mahnı necədir. Deməli, ilk mahnını Zərifə xanım. Bəli. Ay, nə gözəl. Sonra ana, Zərifə xanım ata... birazdan mahnı oxuyacaq, hələ dayan. İnşallah. Gözəl, çox gözəl. Mən salamlayıram, o çox doğrudan da yaxşı dostum. Allah onu qorusun. Həqiqətən də, bəli. Allah canını sağlam eləsin. Əsas odur. Mən istərdim gözəl xanımımıza bir sual verim. Biraz özünüzdən danışın. Düzdür, bizim ilk verilişimiz, ilk efirimizi sizinlə bərabər. Bir müəllimə kimi kimlərin yanına getmişsiniz, kimlərdən təhsil almışsınız? Mən muğam dərsi almışam, 4 il kollec oxumuşam, 4 ildə Uşaq İncəsənət Musiqi məktəbini bitirmişəm. Mənim müəllimim rəhmətli Camal Dadaşov olub. Və çox xoşbəxtəm ki, Camal müəllimin tələbəsi olmuşam. Allah ona o dünyasını versin. Esmir xanım, mahnı oxuyarkən sizcə daha çox səs danışır, yoxsa ürək? Əsas ürəkdir. Əsas ürək. Ürəkdən gəlməsə, dilə heç nə gəlməz. Hə? Ürəkdən nəsə hiss eləməsən, dilə heç nə gəlməz. Doğrudur. Əsas ürəkdir. Yəni ruhunu verəsən də gərək mahnıya. Bəli, yaşayasan gərək. Nə gözəl. Gəl elə ruhunu verərək bir dənə mahnı dinləyək səndən. Çox sağ olun. Olsun. Esmir xanımın ifası ilə olsun. davam edək. Buyurun.
Xuraman xanım, bu mahnının da Hayda. sözləri Bəli, mənə hədiyyə olunub. Deyəsən ürəklərindən o bir dənə də alqışlar. Əhsən, Xuraman əhsən. xanım, bu mahnının sözləri də mənə hədiyyə olunub. Rüstəm Nüsrətoğlu'na aiddir. Buradan salamlayıram. Musiqisi isə mənim illərdir ansamblumun üzvü olaraq çalışır. Ağasahi Mustafayevə aiddir. O da deyim ki, Azərbaycanda nömrə 1 sintezator ifaçılarından biridir. Buradan salamlayıram Ağasahi Mustafayevə və təşəkkürümü bildirirəm gözəl musiqi üçün. Çox gözəl və mən bir dənə də sintezator ifaçısı tanıyıram. Düzdür, hamısı mənim üçün əziz dostumuzdur, amma Nəsimini tanıyırsan da. Dəhşət. Yəni, mən sosial şəbəkədə, TikTokda onu paylaşdım, bizim proqramda oldu. Baxdım ki, 100 mini keçib, o qədər hörməti. Bax, deyirəm, elə olmaq lazımdır. Hamı tanınmış ola bilər, məşhur ola bilər, amma hörmətli olmaqdır əsas. Yəni, Nəsimin müəllimin də hörmətini mən həmin onda gördüm ki, xoş sözlər yazmışdılar. Və əsas o da, sənətdə olursan, harada olursan, o hörmətli olmaq lazımdır. Elə deyilmi? Düz deyirəm, Bako? Çox fikrə getdi bir qədər. Düzdür, bəli, bəli. Çox gözəl. Buyur Əli müəllim, biraz da sizlə danışaq, söhbət edək. Bildiyim qədər də tələbələriniz də var, bayaqdan yazırlar. Sözünüz varsa sizin deyə bilərsiniz, buyurun. Təşəkkür edirəm, mənə də söz verdiniz. Xuraman xanım, ümumiyyətlə mən belə deyək də, ən sevdiyim sənətin müəllimliyidir. Yəni, müəllimliyi çox sevirəm və bağlıyam. Musiqini də sevirəm, yəni qəlbim də musiqi ilə atır. Əslində, bu yöndə olmağımda həm həmkarlarımın, həm tələbələrimin böyük dəstəyini görürəm və hər zaman mənim yanımda olan əziz dostum, böyük qardaş kimi baxıram. Zaur müəllimi buradan salamlamaq istəyirəm. Zaur müəllim, hər şeyə görə çox sağ olun. Mənə verdiyiniz motivasiyalara görə çox sağ olun hər zaman. Ailəmi salamlayıram, qardaşım Məhərrəm doktoru salamlayıram. Və şagirdlərimi 10A sinifi başda olmaqla bütün şagirdləri salamlayıram. Qeyd edeyim ki, bayaqçı o mahnını mənim bir sevimli tələbəm var, Lara. Lara, sən xahişinə görə oxudum bu mahnını. Məlikə, Lara, Yusif. Bəli. Və bildiyim qədər bu dəqiqə müəllimlərim də izləyir. Rəna müəllimə biraz əvvəl əlaqə saxladı. Təşəkkür edirəm izlədiyinə görə. Hər kəs salamlayıram. Çox gözəl. İcazə versəydiniz, bu günləri Bako qardaşımızın doğum günüdür. Bu kiçik hədiyyəni... Hədiyyəni böyük kiçik oldu. Təbrik edirəm Bakonu. Və eyni zamanda bizim sevimli gəlinimiz, qardaşımın yoldaşı Mətanət xanımın ad gündür. Mətanət xanım, sizi təbrik edirəm, can sağlığı arzulayıram, nə yaxşı ki varsan. Bu qədər. Mən də təbrik edirəm. Mətanət xanımı, Bako mənim üçün əzizdir, doğmadır. Bako çox yaradıcı insandır. Və ona bütün həyatı boyu ona uğurlar arzu edirəm və həmişə də zirvədən bax, Bako. Zirvəyə baxma, zirvədən belə bax. Həmişə bax, sənə onu arzu edirəm. Bütün arzularıma çatasan, buyur. Xuraman xanım, mənim köməkçim və əzizim Əli buradadır. Təşəkkür edirəm. Mən 25 ildir səhnədəyəm, mənim köməkçim yoxdur. Bax, sən çox düzgün eləmişsən. İndidən köməkçin olsun ki, sabahları özünü belə həmişə ətrafındakı yaxşı insanlar olsun, köməkçin. Bir-iki gündən sonra saxta insanlar çıxmasın qarşıva. İnan, güvən, bax, bunlar mütləqdir. Uğurlar arzu edirəm, bizi minnətdarım. Dostlar çəkir, qəşəng, xoşum gəldi, yox sizdən. Köməkçilərin çox yaxşıdır, yox. Uğurlu olsun, Əli də adı, səhv etmirəmsə. Əli, gənc olmasına baxmayaraq, amma baxıram ki, çox belə üzü gülən oğlandır, Allah var eləsin. İndi isə nə edək, gözəl bir musiqi ilə davam edək, çünki bilirəm ki, hər kəs süfrə başında bizi izləyir. Sonra SMS-lərimizlə davam edəcək. Buyur, Əli, səndən ifa işlək. Əslində, bir duetimiz var Bako qardaşımızla. Gəlin oxuyun. İcazənizlə oxuyardıq. Mahnı haqqında məlumat vermək istəyirəm. Bizim gözəl şairəmiz Günel Murad, Günel Məmmədova sizi salamlayıram. Sözlərinə yazılmış Günel xanımın həm də müəllim həmkarımdır, qabaqcıl müəllimdir. Və musiqisi yenə də Doktor Elçin Rəhəmliyə məxsus olan aranjman Mix Master Bako duetimiz gəlsin. Gəlmədi. Gedənim, üzr istəyirəm, gedənim. Buyurun. Tez danışdıq, tez də çıxıb gedirsənsə, danışma gedənim. Bu gedişin çox çətindir bilirsən.
Bile bile zulmedirsen gidenim. Özümde özüme yad olmuşam ben. Fikrimde dolanır indi her kelime. Hiç özüm bilmeden, fikirleşmeden beni benden ayrı saldın gidenim. Ümitsizlik girdabında inledim. Günahkaram, günahsızam bilmedim. Sen beni kalbimden vurdun gidenim. Özümde özüme yad olmuşam ben. Fikrimde dolanır indi her kelime. Hiç özüm bilmeden, fikirleşmeden beni benden ayrı saldın gidenim. Heç kim gedənim yox, gələnim desin. Heç kim gedənim Gedəni deməsin. yola salırsan qardaş, Əlbəttə. bilirsən, get. Yola Bəli. salırsan, gedir. Gələnin də baş hərfini böyük yazırsan. Gedən getsin. Amma Kim gedirsə yolu açıq olsun. Günel Murad deyib də gedənim. Günel Murada bir alqış gəlsin. Bir zəhmət alqışlar olmasa. gəlsin. Təşəkkürlər. Xoşum gəlir. Yox, mən inanıram ki, sən çox sevilən bir ifaçı olasın. Bilirsən, həm belə şənsiz, üzümüz şəndir də. Həm də baxıram ki, həyəcan yoxdur. Bəzən biriləri gəlir efirə ilk dəfə. Əllər o qədər əsir ki, mən də onlarla bərabər əsirəm. Bu sərbəstliyə görə mən sizə təşəkkür eləyirəm ki, Aha. xoş enerji alırıq sizdən, pozitiv alırıq. Minnətdarım. Əsas odur. Onu bacarırıqsa nə gözəl, nə xoş bizə. Təşəkkür edirəm, çox sağ olun. Buyurun, eşidək sizə. Bayram ərəfəsində bilirəm ki, indi tədbirlərimiz bol olar, hə? Tovuzda. Tamaşaçılarımızı bir daha salamlayaq, sizlərə təşəkkür eləyək. Gözəl sənətçilərə bir daha tanış olduğum üçün çox məmnun oldum. Allah hər birisinə can sağlığı versin, var olsun və ekran qarşısında məni də izləyən və sizlərə qucaq dolusu salamlar göndərənlər var. Tovuzdan işlədiyim gözəl bir kollektiv hal-hazırda məni izləyir. Mən özüm gözəl bir kollektivdə çalışıram. Musiqini tədris eləyirəm. Gözəl bir musiqi məktəbində, Aşıq Əsəd Rızayev adına gözəl bir musiqi məktəbində çalışıram və hal-hazırda məktəbimizin rəhbərliyi başda olmaqla müəllim heyəti bizlərə baxır. Hər birisini salamlayıram. Hər birisi var olsun deyirəm, başda Sədaqət müəllimə rəhbərimiz olmaqla və mənim doğmalarım baxır. Ailəm baxır və xüsusən də mənim biricik qızım hal-hazırda ekran qarşısındadır və Mələk xanım. Mələk xanım. Nə gözəl adı var, Mələk. Adı kimi də Allah bəxtini gözəl eləsin. Təşəkkür eləyək və izləyən hər bir kəsə var olun deyək. İnşallah bu gözəl efirimiz hər zaman bax belə şad xürrəm olsun. Sizlər varsınızsa bu efirdə və bu efir hər kəs tərəfindən sevilir və seviləcək. Nə gözəl. Sevin. Sevmək yaxşı şeydir. Ümumiyyətlə, hər birimizi sevmək lazımdır. Bu həyatda yalnız bir-birimizə yaxşılıq edin, əzizləyin. Yeri gəlmişkən, mənim həmkarım, çox sevdiyim və inanın ki, xanım aparıcılardan birinci deyərdim. Yəni, həmişə demişəm və deyəcəm, Mətanət xanım Əliverdiyevanın bugün doğum günüdür. Onu ürəkdən təbrik edirəm, ona can sağlığı arzu edirəm. Uğurları bol olsun, evladlarının xoş gününü görsün. Mətiş, mən bilirsən ki, səni həmişə çox sevirəm və efir vasitəsilə səni öpürəm. Canın sağlam, xoşbəxt olasan hər zaman. Və SMS-lərimiz çoxdur. Əli müəllim yazıb, Xəqani Qarayev yazıb. Nə olar, dedə müəllimə salamımı. İndi uşaqlar bilsin necədir, sevinirlər də müəllimi studiyada. Deyir, müəllim necə də incədir bu ad. Kaş mənə də qismət olaydı bu ad.
bütün yer üzündə hörmət qazanan qızıl gül qoxulu ətirli bu ad. Bütün müəllimləri salamlayıram. Xuraman xanım, mən yeri gəlmişkən Göytəpə 1 nömrəli tam orta məktəbin kollektivini və direktorumuz Elnur Quliyevi salamlayıram. Bütün şagirdlərim, Xəqani, hər birinizi bir-bir o qədər çoxsuz. Hamınızı çox sevirəm. Əli müəllim, onu da deyim ki, dostlarımız çoxdur, sizi çox sevirlər. Mən də onları sevirəm. Təşəkkür. Sənə uğurlar arzu edirəm. Bayaqdan mesajların çoxu elə sənədir. Bizim gözəl Esmira xanımadır, Rövşən müəllimədir. Qonaqlarımıza yazıblar ki, bu gözəl gündə əyləşib deyir, dincələ-dincələ sizi izləyirik. Çox sağ olun. Xoş sözlərinizə görə. Biz necə də hər insan xoş söz deyə bilmir. Amma insan, o gərək könlünün gözü o qədər gözəl ola. Baxışın o qədər gözəl, o baxış var ya, hər cür baxış var da. Biri var belə, elə baxırsan ki, sanki düşmənindir sənin. Bir də var ki, gözəl baxış, iç dünyan gərək gözəl ola, əməlin gözəl ola, bəsirətivin gözü gözəl ola ki, sən hər şeyi gözəl görəsən. Mənim havamdır, bu hamı bilir ki, mənim havamdır. Sağ olsun bizim efir rejissorumuz Yaqub, sağ ol, təşəkkür edirəm. Və SMS-lərimizə nəzər salım, sonra keçək söhbətimizi davam edək. Salam. Axşamınız xeyir olsun, axşamınız xeyir olsun. Esmira xanımı salamlayırıq. Esmira xanım Züleyxa mahnısını oxuyardı da, Züleyxa mahnısını. Xahiş ediblər, Şəki rayonundan Böyük Dəhnə kəndindən 20 yaşı olur Xəlili. Təbrik edirəm, ona can sağlığı arzu edirəm. Rusiyadan yazıblar, salamlar, əleykümə salam. Ay, nə gözə basıqlardan mesajlarımız çoxdur, SMS-lərimiz. Əli Əliyev sizi salamlayır. Bax, onu salamladılar, təşəkkürlər. Rövşən müəllim sizi salamlayırlar. Daha sonra Esmir xanım sizi salamlar, Saatlıdan salamlar, çox sağ olun. Deməli, bunu da oxuyuram, sonra musiqiyə keçək. Hər kəsi Ramazan bayramı təbrik edirəm və sizi zamanki kimi izləyirəm. 23 ad günümdə təbrik edirik. Çox sağ olun, təşəkkür edirəm, minnətdaram sizə. Daha sonra. Bu SMS-lərimizi birazdan səsləndirəcəyik. Amma indi isə mən istərdim ki, gözəl xanımımız, sizə bir sualım var. Deməli, belə bir sualım var, əzizim, gözəlim, Esmira xanım. Hansı muğam oxuyanda özünüz də kövrəlirsiniz? Bax, bu haqda biraz danışaq. Şur? Şur muğamı, mən tanıyanlar bilir ki, mən ən çox Çetvit muğamları oxuyuram. Ən çox da Quba zonasında. Buradan Quba rayonunu salamlayıram. Bəli, ən çox toya getdiyim yer Quba rayonudur. Qubanın bütün kəndlərinə deməli getmişəm. Şirvan Sabirabad zonasında, elə Şamaxıya da gedirəm. Amma ən çox getdiyim rayon Quba zonasıdır. Buradan bütün Qubanın kəndlərini salamlayıram. Quba əhli var olsun. Bəli, mən Çetvit muğamları çox oxuyuram. Şur muğamını oxuyanda yəni mənə ləzzət edir. Kövrəlirsiniz. Bəli. Və Seygah? Çaygah, Şüşlər. Onlar da oxuyur, amma ən çox qəlbimə toxunan Şur muğamı olur. Şur muğamı. Aha, nə gözəl. Hərəsinin öz yeri var da. Çünki eləsi var ki, insanın ürəyinin sarı siminə toxunur. Muğam oxuyanda. Bəli. Əslində, çox sağ olun, təşəkkür edirəm və gözəl cavablandırdığınıza görə. Esmira xanım, əgər muğamla danışmaq mümkün olsaydı, Seygah sizə nə deyərdi? Və yaxud da Bayatı Şiraz nə deyərdi? Seygah deyərdi ki, yəni məni yaşat. Bəli. Gözəl. Oxuyanı məni yaşat. Çünki mən Şirvan boğazı çox eləyirəm. Bəlkə bir dənə balaca. Aşıq mahnıları mən çox oxuyuram. Mümkündürmü? Bir balaca. Tamaşaçılar da bilirəm ki, könül vəfasız olan nazlı yarə yalvarma. Könül vəfasız olan nazlı yarə yalvarma. Bir etibari olan bir vəfaya yalvarma. Darıxma yaxşı yaman rüzgarımız keçəcək. Ayda dey 5 gün ömrə görə ol cüzdarə yalvarma. Ayda dey ah aman ey. Ay bravo, əhsən. Bəli, gözəl. Bax, görürsən, əsl istirahət budur. Bu gözəl zəhmətkeş insanlarımız. Allah can sağlığı versin hər birinə. İndi oxuduğunuz nə idi? Seygah, Şirvan yolu. Şirvan yolu bir Seygah. Bəli. Gözəl. Bəli, Seygahdır, Şüşlərdir, Humayundur, Bayatı Şirazı. Bunları oxuyanda insan istər-istəməz biraz kövrəlir. Elə deyilmi? Mən də elərimdə kövrəlirəm. Çox gözəl, təşəkkür edirəm. Bax, belə bir sualım var. Bir mahnı yaradarkən əvvəlcə ürəyin danışır, yoxsa notlar danışır? Əvvəla deyim ki, ürək danışır mahnıda. Ürək danışır, insanın ürəyi danışır. Çünki ürək olması onu yaza bilmərsən, ərsəyə gətirə bilmərsən.
oxuduğum mahnı, Aha. bayaq ilk təqdim etdiyim mahnı. Hə. Elmira xanım yazıb sözlərini, musiqisini isə özüm etmişəm. Yəqin ki, inanıram ki, bəyəndiniz, çünki o musiqiyə ürək qoymuşam Bəli. və illərimi sərf etmişəm o mahnı üçün. Bugün də ilk sizin efirdə təqdim etdim və artıq YouTube kanalındadır. İzləyicilərim daxil olub YouTube-da onu izləyə bilərlər. Bako, belə bir sual verim. İndi birisi necədir də, siz sosial şəbəkədə daha çox Bəli. tanınmısınız, sevilirsiniz. Olurmu belə ətrafında o yersiz gəlib yerimi narahat edirləri? Varmı elə insanlar? Bəli, bilirsiniz, bu son zamanlarda mən artıq səs yazma studiyası 3 aydır işləyirdim. Yox, əvvəl işləyirdin də başqa Bəli, yerdə. başqa yerdə işləyirdim, ev Sadəcə dekorun şəraitində. dəyişmirsən də, elə deyək. Studiyanı belə deyək, daha da təkmilləşdirəndən sonra bir çox paxıllar oldu. Aha. Səs rejissorlarından deyək. İçində Hə. xanımlar da var, bəyləri də var. Düzdür, Allah onların da ruzisini versin, amma bilmirəm, onları belə deyək, Lori dildə desə yandıran nədir ki, onlar insanlar bizə qarşı, o səs rejissorları mənə qarşı fikir bildirirlər. Allah onların da ruzisini bol eləsin. Sizcə nədən irəli gəlir? Bilirsin necədir? Mən bir şey deyim, ümumiyyətlə hər sahədə var. O istər müğənnilər arasında olur, elə aparıcılar arasında da var. Elə bilmək ki, tək yola sizin studiyavızın söhbətidir. Amma ki, bilirsin necədir? Paxıl insan heç vaxt elə yerində sayır, heç vaxt irəli gedəməz, heç vaxt o sevilməz və nə qədər gizlətsə də üzündə həmişə bilinir. Bəli, bəli. Uğur qazandıqca insan həzm eləmirlər. Və ay sağ ol, onda o şey yoxdur ki, sənin paxıllığı çəkir də. Bildiniz necə? Və başlayır o tərəfdən, bu tərəfdən, sağdan, soldan Qeyd edim ki, Xuraman xanım, Amma bir şey deyim ki, ya da bunu hər kəsə demişəm, həmişə də deyirəm. Mən həmişə deyirəm, Allah səni ucaltsın. Allah ucaldanı kimsə yıxa bilməz. Ətrafında lap 10 nəfər insan olsun. Allah səni sevirsə, əgər sənin əməlin düzdürsə, insanlara mərhəmətlisənsə, xeyirxahsansa, heç kimə pislik eləməmisənsə, inan səni Allah ucaldacaq. Hardansa sənin ruzini verəcək. Ona görə də elə insanlara sən fikir vermə. Bu məndən sənə məsləhət, bir əmi qızı məsləhəti. Qoy nə deyirlər desinlər, sən öz işindən davam elə. Və çalış, həmişə dəqiq ol. İnsan ki, dəqiq oldu. Yəni, o hər işdə, istər mahnıda, istər ətrafındakı olan sevgidə belə saf oldu, niyyətin bəlli oldu. İnan ki, hər şey gözəl olacaq. Bir də insan səmimi olmalıdır. Rəvan gedir, işlərin o qədər rahat gedəcək. Bir də ki, insan səmimi olmalıdır. Necə ki, siz səmimi ortam yaradırsınız və burada əyləşən qonaqlar da çox rahat danışırlar, ünsiyyət qururlar. Eləcə də mən səs yazma studiyasında da, Əli məndən çalışır qardaşım, görür. Səs yazma studiyasında da çox gələnlərə səmimi yanaşıram və bu, o müğənnilərə çox xoş təsir bağışlayır. Biz necədir? Bax, gəlin belə danışaq. Gedirik mağazaya, alış-veriş eləməyə. Əgər mağazada məni satıcı qaş-qabaqla qarşılayırsa, mən heç vaxt o mağazaya getməyəcəm. Çünki mən özüm deyib gülən insanam. Hansı məkanda olursan olur. Bura bizim evimizdir, bura mənim evimdir. Mən həmişə elə hesab edirəm. Öz studiya, bura mənim öz evimdir. Və mənim studiyama gələn qonaqlar mənim əzizimdir. Gözümün nurudur. Və ona görə də nə özüm, nə də kimsə istəmərəm ki, mənim qonaqlarıma xətrinə dəysin. Əgər mənim qonaqlarıma kimsə nəysə bir söz desə, artıq birbaş mənə deyilir o söz. Ona görə də siz deyirsiniz, səmimi bir ortam elə olmalıdır ki, qonaqlar da səni sevsin, sən də qonaqlar və verilişdən ayrılandan sonra deməsinlər. Olur, o qədər mənə zəng vururlar. Bilsəydim, getməzdim. O qədər elə şeylər eşitmişəm. Mən də istəmirəm ki, kimsə mənə desin ki, və yaxud da kiməsə desin ki, kaş ora getməzdim, bilsəydim, getməzdim. Yəni, ona görə də səmimi olmaq, mehribon olmaq yaxşı şeydir. Ümumiyyətlə, bəzilər var, 2 ay, 1 ay efirə çıxırlar. Özlərini o qədər belə yüksəkdən aparırlar. Mənəm, məndən yoxdur. Baxın da, sosial şəbəkədə də görürsən. Mən həmişə deyirəm, var da elələri, var, çoxdur. Və biz necədir? O deyir, Allah insana hər bir sahədə bir çörək ruzi verir. Və deyir, yavaş-yavaş deyir, arxasınca bir mələk gözlərir. Deyir, görün bu neyniyəcək, hara qədər gedəcək. O deyir, əgər mən deyə biraz da ucaldır, gör, yox, hamıya başqa göz baxır. Elə oradan da itəliyə deyir, gedir, səninki bura qədərdir. Yəni, ona görə də, əgər bir çörək sən ömrünün axırına qədər rahat yemək istəyirsənsə, mənəmi yığışdırırsan. Hamıya eyni gözlə baxmaq lazımdır. Hətta yolla gedəndə, bəzən görürsən, o təmizlik işlərinə baxan bizim gözəl xanımlarımız var. Onları da qucaqlayıb mən şəkil çəkdirəm. Onlar da mənim əzizimdir. Onlar da bizim üçün doğmadır. Ona görə də heç vaxt heç kim mənəm deməsin.
Həmişə sadə olmaq lazımdır, hörmətli olmaq lazımdır. Bu dünyadan heç kim heç nə aparmır. Bir əməlimizi aparırıq, yalnız yaxşı əməl, pis əməl. Ona görə də əzlərimiz çalışmaq lazımdır ki, heç kimə paxıllıq eləməyin. Valla bugün burada oturmuşuq, danışırıq, bir ortamdayıq, deyirik, gülürük. 2 saatdan sonra heç kim bilmir ki, o ömrün sığortası yoxdur da. Biz bir də bir-birimizi görəcəyik, yoxsa yox. Mən həmişə dostlarımla da, burada mənim doğma dostlarım var, ayrılanda elə ayrılıram ki, bilmirəm, sabah görüşəcəm, yoxsa yox. Ona görə də həmişə deyirəm, gülə-gülə ayrılın. Yaddaşda elə qalın. Və nə edirik? Hər zaman xoş sözləri deməyi bacarmaq lazım. Düz demirəm? Bəlkə deyirəm, belə sazınla bir söz denəni, durub orada mənə baxma. Qəşən bir söz denən. İfa eləyək, yaxşı. Gəl, Rövşənin ifası ilə davam edək.
təşəkkür edirəm. Çox sağ olun gözəl ifanıza görə. Xuraman xanım, bir söz Bəli. deyim ki, bu ifa etdiyim havalar demək Aha. olar ki, aşıq sənətində, aşıq ifaçılığında xanım Şamaxıdan olduğu üçün lap yaxşı bilər, dəqiq bilər. Çünki Şamaxıdır, Şirvandır, Tovuz, Qazax, Gürcistan hər bir kəs orada bu sənətə bağlıdır və bu ifa etdiyim havalar demək olar ki, biz bölgələrin saz havalarının ən şah əsərlərindən biri idi. Birinci ifa Misri, yəni qəhrəmanlıq mövzusunda olan gözəl bir, həvəs verici bir hava idi və ikinci ifa etdiyim bizim gözəl bir filmdə də səslənib, Tey Səsi filmində ruhani havası idi və dinləyənlərə, eşidənlərə hər birisinə təşəkkür edirəm və çox sağ olun. Çox sağ olun, təşəkkür edirəm və yeri gəlmişkən, təbii ki, artıq tamaşaçılarımız da görürəm çox vaxtı narahat olurlar. Bizim burada dəyərli ansamblımız var idi, Uğur ansamblı. Yenə də olacaq, təbii ki, Səbuhi bəy ağır əməliyyat keçirdi və inanıram ki, tez bir zamanda mənim qardaşım sağalacaq və gələcək öz yerində, öz taxtında gözəl musiqiləri ilə bizim qəlbimizi fəth edəcək. Səbuhi müəllimi efir vasitəsilə Allahdan şəfaat eləyirəm. Səbuhi müəllim, tez sağalın. Çünki siz bizim üçün çox əziz və çox dəyərlisiniz. Bako, sənə belə bir sualım var. Bir bəstəkarın ən böyük mükafatı nədir? Tamaşaçı alqışı, yoxsa onun bəstələdiyi mahnısı, dillər əzbər olması? Yəni, ən böyük mükafat nədir? Təbii ki, ikisi də, amma ən əsası odur ki, dillər əzbəri olsun mahnı. Elə bir mahnı yazmısınız mı o sizi kövrətsin? Məni kövrəldib deyəndə, məsələn, bir mahnı da deyildi. Əslində, bu yaxınlarda çox mahnılar olub ki, TikTokda viral oldu, oxuduğum. Şərabanı mahnısı var idi. Məsələn, mənim mahnım deyil, düzdür, amma məsələn, xalq mahnısıdır. Amma bir qısa bir segah oxumuşdum o xanımlar haqqında. Bəlkə də Xuraman xanım, siz də dinləmsiniz. Sosial şəbəkədə çox izlənildi və xanımlar tərəfindən çox sevildi. O qədər. Gözəl. Və bilsin necədir, mən həmişə deyirəm, əsas mahnını ki, o əzbərləyirsən, hara gedirsən, o doğrudan da bəstəkar üçün böyük uğurdur. Və mən inanırım ki, siz gələcəkdə işbirliyi də qura bilərsiniz. Bizim İsmirə xanımla, gözəl xanımla. Hə, İsmirə xanım, kimlərlə çalışırsınız? Bəstəkarlarla, hansı bəstəkarlarla? Özünüz də yazırsınız mı musiqi yoxsa? Xeyr, özüm yazmıram. Biz nəyə görə deyirəm? İndi bəziləri gəlir, notdan xəbəri yoxdur. Deyir ki, mən özüm yazıram, özüm oxuyuram. Deyirəm, baxıram, yazdığım mahnı indi oxuyur da. Baxıram, onda Hind ritmləri var, Özbək ritmləri var. Yəni, oradan, buradan düzdür qoşdu və dedi, mən mahnı yazmışam. Deyirəm, artıq onda bizim bəstəkarlarımız nəyə lazımdır da o boyda bəstək. Düzdür, fitri istedad bambaşqa şeydir. O başqa bir şeydir, amma bir də var ki, elə kimi dindirsən, mahnı yazır. Xeyr, mən ən çox Sərvan Rəvanla işləyirəm. Rüstəm Nüsrətoğlu ilə işləyirəm. Ən çox işlədiyim bunlardır. Allah can sağlığı versin, buradan salamlayıram. Belə, yəni özüm yazmıram, yalan deyərəm. Gözəl. Mən sənə uğurlar arzu edirəm. Çox sağ olun. Və deməli, bizim gözəl Dilquşə bacımızın evladları Səkinəni və Hülyanı təbrik edirəm efir vasitəsilə. Ağdaşın Ləki kəndindən olan bir gözəl bağlarımızı ürəkdən təbrik edirəm. Onlara bu həyatda yalnız və yalnız can sağlığı və xoşbəxtliyi arzu edirəm. Allah sizin bəxtinizi gözəl eləsin. Hörmət tamaşaçılar, SMS-lərimiz çoxdur. Oxuyun, oxuyun deyirsiniz. Vallahi inanın ki, çatdırmaq olmur. Bizim sevimli müəllimimizi, Əli müəllimi salamlayıram. Efirdə gördük bayramınızı təbrik edirəm. Solmaz Məmmədova yazıb. Mən də sizə can sağlığı arzu edirəm. İnanın, mən bilmirəm sizə necə göstərim. SMS-lərimizin sayı çoxdur. Səbuhi müəllim SMS yazır. Ay, nə gözəl. Səbuhi müəllim, çox sağ olun. SMS yazmışsınız. Allah sizə şəfa versin və mən də çox sevindim ki, sizdən SMS aldım. Çox ağır bir əməliyyatdan keçmişsiniz. Doğrudan da özüm də üzüldüm. Ramazan ayıdır. Dualarımızı bol eləyək ki, sizdə və bütün xəstələr şəfa tapsın. Deyir, xəstə həmişə ümidlə həkimin üzünə baxır. O sağalacağı an ki var, o anı gözləyir. Allah bütün xəstələrimizə şəfa versin inşallah deyirəm. Və söhbətimizi davam edirik. Buyurun, sizə belə bir sualım var, gözəl xanım. Bax, indi hal-hazırda kimlərlə çalışırsınız? Bu hansı müəllimləriniz kimdə, hansı mahnılar üzərində çalışırsınız? Yeni mahnılarınız var mı? Hal-hazırda müəllimlə çalışmıram. Bəli, yeni mahnılar üzrə işləyirik. Mənim mahnıları mən həvalə eləmişəm. Ağasah Mustafayev işləyir. Həm aranjman, həm yəni mənə dəstəkdir. Həmişə sağ olsun. Təşəkkürümü bildim. Amma müəllim yox, özüm çox çalışqanam.
Hiss olunur. Hə, özüm çox çalışıram. Gecə, gündüz yəni çalışıram. Əsas odur, çox gözəl. Bilirsiniz necədir? Bir mahnı ilə bitirmək olmaz. Mən 2 dənə, 3 dənə, indi çoxlar indi toy vaxtı 1-3 dənə, 4 dənə mahnı hesablayırlar, oxuyurlar toyda. Əsas odur ki, toyda mən mahnı oxuyum, amma yox. Klassik bizim ifalarımız da var, onlara da üst tutmaq lazımdır. Gözəl bəstələr, bəstəkarlarımız var, xalq mahnıları. Yəni hər sahədə bilmək lazımdır ki, məsələn, bir də gördüm, biri deyir ki, oradan bir xalq mahnısı oxu. Yəni ona görə də çalışmaq lazımdır. Bir də gələndə ansambl olar, qəşəng xalq Sən mahnıları, Ruhi müəllim gəlsin, görək də növbəti mahnıları, verişə. muğamlar oxuyarıq inşallah. Mütləq gələcək. İnşallah, inşallah. Allahın köməkliyi ilə. Təbii ki, ansambl olanda da biraz da elə baxırsan ki, gözəl olur. Biraz yox, ümumiyyətlə ansambl olanda daha yaxşı, daha canlı olur. Buyur Bako, eşidirəm səni. Fikrini alaq. Nə oldu? Deyə bilərəm, sual verin. Hə, sual verim. Bəli. Çox gözəl. Bako, bax, sən bu sənətə necə gəldin? Bilirsiniz necədir? Hər bir insanın, istər müğənni olsun, istər aparıcı olsun, bəstəkar olsun, bu sənətə gəlişinin bir həyat hekayəsi olur və o qədər maraqlı olur. O qədər maraqlı. Mənim üçün maraqlıdır. Sənin adın Bayramdır. Bəli, bəli. Oldu Bako. Bəli, ləqəb olaraq. Əslində ad mənə düşdü sosial şəbəkələrdə. Bako adı. Çox adam soruşur ki, adı niyə dəyişdin sosial şəbəkə üçün? Bayram adı artıq yazanda sosial mediada bir çox adlar çıxırdı da eyni ad tipində. Düzdür. Və mən belə qərara gəldim ki, fərqlilik olsun və yenilik olsun. Mən bunu edim ki, insanlara maraqlı gəlsin. Bəli. Və bu adı dəyişəndən sonra artıq bir Bako yazanda bir Bako çıxırdı da, yəni başqa bir ad çıxmırdı. Məsələn, amma dediyim kimi öz adımla müraciət olanda maraqsız, həm maraqsız olurdu, amma Bako adı maraqlıdır, insanlara çox maraqlı gəlir və izləyirlər, dinləyirlər. Bütün izləyicilərimi də buradan salamlayıram. Sağ olsunlar, Instagramda, TikTokda, YouTube'da. Tez bir zamanda da sevildin də Bako. Əziyyət çəkmişik və sağ olsun Zərifə xanım, mənim dəyərli dostum. Bir yerdə çalışırıq. Sağ olsun. Bir yerdə məndən işləyir. Axıraca da dostluq münasibətiniz davam eləsin. Bəli, artıq uzun illərdir ki, əsl dost tapmaq çox çətindir, bilirsiniz də. Bəli. O deyir, hər sahədə dost var. Biraz tanınırıq, məşhuruq, dostlarımızın sayı çoxalır. Elə ki, səhnədən uzaqlaşdın, heç kimi tapa bilmirsən. Yəni, bunu bir yaşayan bir insan kimi mən bilirəm. Uzun müddət səhhətimdə olan problemlə bağlı mən efirlərdən uzaqlaşdım. Adasa 4 il efirdə olmadım. Və o canım, səni çox istəyirəm, nə yaxşı varımsan dediyim dostlarımın birini tapmadım. İnanın, heç bir axtarmırdılar ki, haradasan. Sonra zaman efirə gələndən sonra o qədər məni axtardılar. Ondan sonra mən eləmədim, amma baxdım ki, qızım telefon atırdı qırağa ki, ana, heç sən axtarmırdı. Biz necədir? Belə dostlar da var, amma əsl dost, o kim ki deyir, dar gündə tanınır. Xeyr, mən o sözlə razı deyiləm. Bəlkə də siz də mənim fikrimlə razı olarsınız. Əsl dost sənin uğurlu vaxtında, uğur qazandığın vaxtında, yanında olan əsl dost olur. Hər ikisinin mənası var da, o dost dar gündə tanınar deyəndə bugün. Yəni, dost sənin sevincinə sevinir, uğruna sevinirsə, yəqin ki, Allah eləməmiş. Sənin pis günündə də o sənin əgər ürək dostunursa, qəlb dostunursa, yəqin ki, tamaşaçılar məni düzgün anlayar. O sənin sevincinə sevinirsə, kədərinə də ürəkdən yəqin ki, kədərlənər. Və o cəhətdən çox xoşbəxtəm ki, mən ki, ailə dostlarım, kimlərə dost demişəmsə, həqiqətən hər zaman yanlarında olmuşam və hər zaman hər an yanımda olublar. Hər birisini salamlayıram və bugün mənimlə bura gələn həmi mənim dayım, həmi ağsaqqalım, Aydın əmimlə demək olar ki, qısa bir müddətdə dost olmuşuq və baxmayaraq ki, aramızda yaş məsafəsi var. Neçə ildir məsələn dostsuz? Neçə ildir dostsuz? Kimlə? O deyirsən, dayımla dostam. Bu dayımla demək olar bizim harca 1 ay, 2 ay dostluğumuz var və çox sağ olsun. Bəli, yəni 1 ay dost demirlər ona. Yox, xeyr, yox. Dostsuzun illər olur, Xeyr, o insanın ilə nuraniliyinə baxanda bilinir. Yox, onu demirəm, mən sizə demirəm. Onu başa düşdüm. Deyir, bir gün bir ağsaqqal dənizdə əlində bir ələk olur, belə batırır dənizə, çıxardır, bir cavan oğlan gəlir. Deyir, ay baba, orada nə edirsən? Deyir, ay bala, dostlarımı ələkdən keçirirəm. Yəni, bugün biz dostları axtaran vaxtımız deyil, ətrafımızda olan dostlarımızı qoruyub saxlayan yaşdayıq. Yəni, o yaşdayıq. Allah ömür versin sizə də. Qeyd edim ki, Xuraman xanım, mənim müəyyən olur da insanın həyatında çətin anlar olur, sıxıntılı anlar olur. O sıxıntılı anlarda, o çətin anlarda bir ailəm yanımda oldu, bir də Zərifə xanım. Təşəkkürümü bildirirəm həqiqətən də və buradan anamı, atamı, qardaşlarımı salamlayıram. Mən də salamlayıram. Mamanın adı?
Bəsdir. Bəsti xanım. Mən də efir vasitəsilə Bəsti xanımı salamlayıram. Ona can sağlığı və uzun ömür arzu edirəm. Sarışında aradığım her şey onda. Sarışınım, sarışınım, aradığım her şey onda. Sarışınım, sarışınım. Təşəkkürlər gözəl ifanı təqdim etdiyinizə görə. Və mən burada təşəkkürüm var, deməli, İstanbul un məmulatlarından Polad bəyə təşəkkür edirəm. Nə gözəl tort göndərib bizim üçün. Sağ olsun. Çox gözəl tortdur. Və Zeynəb bacıma minnətdarlığımı bildirirəm. Zeynəb, çox sağ ol. Bax, belə gözəl, səliqəli tort hazırlayıb bizə bu əziz gündə göndərdiyinə görə sənə təşəkkür edirəm. Çox sağ ol. Necə də gözəl hazırlayıb. Və burada Ramazan ayına məxsus gözəl bir hədiyyəmiz də var. Sağ olsun. Elnurə xanım, bax, hal-hazırda çox gözəl hazırlayıb. Elnurə xanım, çox sağ ol. Allah səni var eləsin. Melisa balamıza can sağlığı arzu edirəm. Bu gözəl balamızla bərabər Elnurə bizi izləyir və ona da mən çox sağ ol deyirəm. Bax, belə gözəl kreativ hədiyyələr istəyirsinizsə 070 742 07 71 nömrəsi ilə əlaqə saxlaya bilərsin. Bir daha təşəkkür edirəm Elnurə xanım bu gözəl hədiyyəni bizim üçün göndərdiyinə görə. Deməli, studiyamızda bizim dəyərli qonaqlarımıza təşəkkürlər, salamlar var, minnətdaram, çox sağ olun. İnci xanım bizi izləyir. İnci xanım bizi izləyir Ağdaşdan. Allah sizi qorusun. Sarışının mahnısı bu qədərmi yaraşar sizə? Ay, nə gözəl. Çox sağ olun İnci xanım, minnətdaram sizə. Əli müəllimi salamlayırlar, şagirdi hökümə yazıb salamlayır. Maşallah Əli müəllim, şagirdlərimiz hamısı sizi çox sevirlər. Təşəkkür edirəm hər birindən. Mən də onları çox sevirəm, həqiqətən. Hökümə, Solmaz. Solmaz Məmmədova. Solmaz, hökümə. Onlar mənim üçün çox dəyərlidirlər və onlara baxıb əslində ilham alıram mən. Nə gözəl. Var olsunlar. Nə gözəl. Əli müəllim, bax indi hal-hazırda artıq siz bu sənətə gəldiniz. Yəni uzun illərdir də baxmayaraq ki, musiqi ilə məşğulsunuz. Mənim üçün maraqlıdır. Siz Bakko ilə davam eləyəcəksiniz, yoxsa indi bəzən olur da biraz keçəndən sonra, bir müddətdən sonra başlayırsan başqa bir dostlar axtarmağa, hə? Məşhur olandan sonra olur belə bir şey. İndi bilmirəm səndə olacaq yoxsa yox. Əslində artıq Bakko ilə bir əməkdaşlıq deyil, biz dostlaşmışıq. Yəni mən istədiyimi, yəni bu sənətlə bağlı istədiyimi tapmışamsa, yəni dəyişməyi elə bilirəm, mənasız hesab eləyərəm. Bu lentə yazılır da, bilirsiniz də. Bu yazılır, bu YouTube'a düşəcək. Ola bilər, Bakkoda yəqin başqa müğənnilərlə işlədiyi kimi biz də ola bilər ki, kimlərəsə müraciət eləyək irəlidə. Və əvvəl də eləmişəm, amma Bakko ilə işbirliyimiz davam eləyəcək yenə də, buna baxmayaraq. Çünki Bakko həqiqətən sənətkardır, mən belə deyərəm. Bax, bir söz deyim, Əli müəllim. Olubmu ki, sizin hansısa bir kapriziniz olsun, Bakkoda əsəbləşsin və yaxud da ki, siz əsəbləşəsə, oxumayacam, daha bəsdir. Olur belə bir şey, hələ indi təzə olsa da. Əslində mən biraz emosional insanam. Hiss olunur. Təşəkkür eləyirəm, sağ olun. Və Bakko həmin anda olub elə bir şey. Həmin anda doğrudan elə bir emosiya, onun bir gülüşü var həqiqətən. O gülüşə baxan kimi insanın əsəbi soyuyur. Bilirsiniz necədir? Bax, bir dənə söz deyim. Ümumiyyətlə, hər bir sənətdə, incəsənət insanlar çox həssas olur, kövrək olur. Hər bir cüzi bir söz onların qəlbinə dəyər. Amma mən inanıram ki, sizin üzünüzdə də bir təbəssüm var. Elə ilk gördüyüm gündən də üzünüzdəki o təbəssüm mənə də bir enerji verdi. Ümumiyyətlə, mən qonaqlarım müsbət auralı olanda əhvalım o qədər yüksək olur. Olur arada bir bəzən, məsələn, negativ fikirli insanlar. İnanın ki, bəzən elə bir hallar olur ki, vaxta baxıram ki, tez vaxt bitsin, deyim sağollaşım gedim. Amma bax, belə sizin kimi dostlar olanda, üzləri gülən olan insanlar olanda deyirlər ki, vaxt bitir, benim, ay, nə tez vaxt bitdi. Ona görə də Allah sizi də var eləsin hər zaman. Buyur, Bakko, eşidirəm. Qeyd edim ki, Xuraman xanım, indi bəzən bəlkə müğənnilərimiz inciyər, düzdür, xətrin çox istədiyi müğənnilər də var. Amma Əli ilə xüsusi işləmək həqiqətən də mənə çox zövq verir. Çünki Əli ilə həm deyib gülə-gülə, digərləri ilə də, amma tam səmimi olmaq olmur onlarla. Amma Əli ilə həqiqətən də həm peşəkardır, işinə çox peşəkar yanaşandır. Əlini məsələn vaxtında çağırırsan, dəqiq işində olan. Yəni səsi də mükəmməldir, gözəldir. İnşallah yaxın zamanlarda yeni proyektlər işləyəcəm və inanıram ki, Əlinin hələ uğurları qabaqdadır, yaxşı olacaq Allahın izni ilə. Əli müəllim, deməli, bugünkü SMS-lərimizin əksəriyyəti hər birinizə xüsusilə
Amma ən çox yəni, sizin haqqınızda, yəqin ki, sizin ilk efiriniz olduğuna görə uğurlar arzu edir. Və hal-hazırda Elsəvər bəy bizi izləyir. Gözəl müğənnimiz indi bayram buraxılışında bizimlə olacaq. Mingəçevirdən izləyir. Salamlayıram gözəl sənətkarımızı və o dedi ki, ilk dəfə o ilk efiridir. Amma inanın ki, mən inanırım ki, bu gələcəkdə sevilən bir ifaçılarımızdan olacaq. Çox sağ olun. Təşəkkür edirəm Elsəvər müəllim. Siz bizim bu gənc ifaçımıza bu gözəl xoş sözlərinizi dediyinizə görə. Esmiraya salamlar. Əmisi oğlu Ramil. Ay, nə gözəl. Ramil salamlayır Esmira xanım sizi. Təşəkkür edirəm sizə. Sağ ol ürəyim, gözəl qonaqlar dəvət etmişsiniz. Nə gözəl. İndi bu dəqiqə hal-hazırda hamı bizi izləyir süfrə başında. Buyur. Xuraman xanım, şagirdlərim həqiqətən mənə böyük dəstəkdir. Çox sevirlər sizi. İnanın, mən bu SMS-ləri göstər. 338 SMS oxumamışam. İnan, Əli-bəli. İnanıram. İnciməsinlər amma məndən. Yox, əstağfurullah. Bilirsiniz, onlar mənim həyatdan böyük qazancımdır. O şagirdlərim. Mən çox sevirəm şagirdləri. O qarşılıqlı olmalıdır. O enerjini verməlisən ki, alasan. Var olun. Hər zaman hamınız var olun. Nə gözəl. Demək, hal-hazırda sizə xüsusi salamlar var. Allah orucunuzu qəbul eləsin. Zaqataladan Günel xanımdır. Qonaqlarınız hamısı bir-birindən gözəldir. Nə xoş sözlər. Sizin üzünüzdəki təbəssüm deyir, adamı cəlb eləyir. Doğru söyləyirsiniz. Bir xanəndə var, deyir, onu oxşatdım. Mirəli Sarızadə. O da bizə ilk efirimizdə olanda. İndi maşallah, maşallah, səsi haralarda, ucalardan gəlir. Çox sevinirəm onun uğurlarına baxanda. Deyir, sanki Mirəli Sarızadə oxudu. O da elə daxı. Tanıyırsınız Mirəli xanəndəmizi, gənc xanəndəmiz. Yəni sizin üzünüzdəki təbəssüm onu xatırlatır. Elə ilk efir sizin efiriniz olub Mirəli bəydə. O da ilk efiri biz də bu sabah verilişindəydik. Bəli, sağ əli inşallah bizim başımıza. Bu arada Xuraman xanım mənə söz verib ki, Məşhurlaşdıracaq. İnşallah. Siz də var olun. Sən də söz verir ki, mənə xəyanət eləməyəcəksən. Estağfurullah. Var olun Xuraman xanım. Deməli, sabah 11-ci siniflərin buraxılış imtahanlarıdır. Sizdən gözəl arzular istəyirəm. Qızım mahnısını oxuyardılar. Qızım mahnısını. Qızım mahnısını oxumaq istəyən var arada. Bax, mən arzu edirəm ki, evladınız sağ-salamat, 11-ci sinif imtahanlarını bitirsin, ali məktəbə daxil olsun, arzularınız çin olsun, qadın xoşbəxtliyi arzu edirəm. Əsas odur ki, baxıb fərəhlənəsiniz. Çünki evlad nə qədər uğurlu olsa, evlad nə qədər valideynin başını uca eləsə, inanın valideyn qocalmayacaq. O ki, hansı ki, evlad ki, valideyn, naxələf evladlar olanda, valideynin saçı ağarır, üzündə qırışlar yaranır. Nədəndir? Fikirdən, əsəbdən, kaş belə evladım olmazdı. Bax, əsas odur ki, evladınızın bugün xoş gününə sevinənlərdənsiz. Zəng vurmayın, əzizlərimiz. Salam, Leyla əmisi qızı salamlayır Ağsudan. Leyla, sənindir, əmin qızı. Özə zəng vurur. Görür ki, oxuya bilmir. Efi barıma basıram, sağ ol. Salamlayır. Bacın oğlu Oğuzdan salam söyləyir. Bako, qaqama salamlar, Nurlanədən salamlar. Təşəkkür edirəm, var olsun. Əli müəllimi salamlayırlar, Rövşən müəllimi salamlayırlar. Və Əli müəllim həm deməli savadlı, qonaqların salam, həm savadlı, həm də gözəl insandır. Doktor Elçinlə də təşəkkürümüzü bildirirəm şeyləri, yəni cavab verin. Çox sağ olun, təşəkkür edirəm. SMS-lərimizə görə, xoş sözlərinizə görə təşəkkür edirəm. Əli müəllim, hər biriniz, Rövşən müəllim, siz də son sözlərimizi deyək, bugünlük ayrılaq. Bugünlükdə yenə görüşəcəyik bayram buraxılışında. Çox sağ ol Xuraman xanım dəvətinizə görə. Özünüzü necə hiss elədiniz? Bax, bu Şamaxıdan gəlir, yol gəlmişsiniz. Həqiqətən, elə biləm öz evimdəyəm. Can. Sizi çox istəyirəm, həqiqətən həmişə izləyirəm. Dəvətiniz üçün sizə təşəkkürümü bildirirəm. İnşallah davamlı olacaq Allahın iznilə. İnşallah, inşallah əlbəttə ki, mən də sizi sevdim. Ümumiyyətlə, ürəyimə girdiniz. O başqa bir hissdir də. Təşəkkür edirəm. Allah sizi var eləsin. O ananın əllərindən öpürəm ki, sizin kimi belə gözəl, ağıllı, tərbiyəli, iffətli, ismətli bir evlad dünyaya gətir və böyüdüb boya başa çatdırıb. Ana üçün ən böyük xoşbəxtlik odur. Sağ ol. Buyur Bako, sizin fikirlərinizi alaq. Təşəkkür edirəm, həqiqətən də. Necə hiss elədiniz özünüzü? Çox verilişlərdə olmuşsan, bugün necə hiss elədiniz özünüzü? Super, çox sağ olun, təşəkkür edirəm. Dəyəriniz üçün, dəvətiniz üçün var olasınız. Təşəkkürlər. Buyur, Əli müəllim, gözəl insan, ziyalımız. Var olun, Xuraman xanım, sanki evimdəymişim kimi hiss eləyirəm və bu şəraiti bizə yaratdığınıza görə, dəvət elədiyinizə görə sizə çox təşəkkür edirəm. Dünya TV rəhbərliyinə təşəkkür edirəm. Təşəkkür. Buyurun, sizin də fikrinizi alaq, sağ olaşaq. Xuraman xanım, bir daha çox sağ olun. Artıq demək olar ki, bu Dünya TV-də mənim bir neçənci verilişimdir bu mart ayı gələndən və inşallah davamlı olsun. Təşəkkür edirəm hər birinizə, başda rəhbərlik olmaqla və bizim əziyyətimizi çəkən kadr arxası
Çox sağ olun. duran insanlara var olun. Çox sağ olun və geyinmə görə, bayaqdan hamı yazır, nə gözəl geyimdir. Nazlı Butikdə, Nazlı xanıma təşəkkür edirəm, əzizlərimiz. Belə gözəl dəstlər, düzü biraz böyük dəynimə, əldə etmək istəyirsinizsə, mütləq Kərvan Ticarət Mərkəzində 66 nömrəli mağazaya müraciət edin. Nazlı xanıma təşəkkür edirəm, Ayda xanıma təşəkkür edirəm. Çünki hər birimiz istəyirik ki, getdiyimiz məkanda gözəl və şarmlı görsənək. Mütləq Nazlı Butikə gedə bilərsiniz və bütün burada mənlə bərabər olan Nəğməli Dünyanın komandasında çalışan hər kəsə təşəkkürümü bildirirəm. Görüşmə müdürə sizdən ayrılıram. Siz sağ olun, mən isə salamat olun. sağ olardı.